Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzda müəllimlərin işə qəbul imtahanına hazırlaşan ibtidai sinif müəllimləri üçün ümumi tipli növbəti sınağı təqdim eləyirəm. Bu sınaqda müxtəlif mövzular əhatə olunmuşdur. Hər bir mövzuya toxunaraq bütün suallar barədə tam ətraflı izah verəcəm. Bu videolar ödənişsiz şəkildə bizim YouTube kanalımızı izləyənlər üçün paylaşılır, amma ödənişli dərslərimiz də mövcuddur. Ən son açılan qrupumuz həftənin 3 günü dərslər təşkil olunur. Həftənin 2 və 5-ci günləri saat 18:30-da və hər həftənin 6-cı günü saat 12-də mətnlərin canlı yayımla izahı olur. Bu qrupa qoşulmaq üçün 055 418 8202 nömrəsi ilə əlaqə saxlayaraq dərslərin gedişatı haqqında tam ətraflı məlumat əldə etmək olar. 1-2 dərs keçmişik, fonetika bəhsindəyik hələ ki. Qoşulmaq üçün müraciət edə bilərsiniz. Əgər kanala abunə oldunuzsa, keçək sualların izahına. Birinci sual. Quraqlıq ərazi və quraqlıq həyat birləşmələrinin aslı tərəflərinin fonetik təhlil ilə bağlı ortaq fikirlər istəyir. Əgər fonetik təhlil deyilsə, mütləq biz sözlərin tələffüzünü yazmalıyıq. Quraqlıq sözü tələffüz olunur quraqlıq formasında. Deməli, burada 3 dənə G var. Biz bilməliyik ki, sözün əvvəlində gələn G olduğu kimi tələffüz olunur. Sonra quraq sözü var. Quraq sözünə mən saitlə başlayan şəkilçi artırıram. Qurağın, qurağa. Baxıram ki, sait artırdığım zaman G, G əvəzlənməsi baş verir. Bu o deməkdir ki, bu G-dən sonra əgər sait gələrsə G ilə, sait gəlməsə G-nin qarşılığı X ilə tələffüz olunmalıdır. Və baxıram ki, bu G-dən sonra L samiti gəlib. Deməli, burada X ilə tələffüz olunacaq. Quraqlıq sözündə yenə baxıram ki, G var burada sözün sonunda. Quraqlığın, quraqlığa. Yenə G-G əvəzlənməsi baş verdi. Yenə 3-cü G-dən sonra da əgər sait gəlsə G ilə, gəlməsə G-nin qarşılığı X ilə tələffüz olunacaq və baxıram ki, burada G-dən sonra Ə saiti gəlib. Deməli, bu G, G ilə tələffüz olunmalıdır. Yəni, söz quraqlıq kimi tələffüz olunur. Oturaq sözündə eyni qayda söz G ilə bitir və mən ona saitlə başlayan şəkilçi artırıram. Oturağın, oturağa, G-G əvəzlənməsi baş verir. Demək ki, G-G əvəzlənməsi baş verirsə, sait gələrsə G ilə, gəlməsə G-nin qarşılığı X ilə və özündən sonra H samiti gəlir. Deməli, X ilə tələffüz olunmalıdır. Oturaq formasında. Sonuncu səsi kardır deyir. Hər ikisində sonuncu səs kardırmı? Bu səhvdir. Çünki quraqlıqda X cingiltilidir, oturaqda X kardır. Bu ortaq deyil. Tələffüzündə X səsi var, quraqlıqda X var, oturaqda X var. Bəli, hər ikisində X səsi var. Hər iki sözə qoşulan şəkilçi yazılışından fərqli tələffüz olunur. Oturaqda oturmaqdan oturaq həyat. Necə həyat? Aq şəkilçisi X ilə tələffüz olunur. Doğrudur buna görə. Quraqlıqda lıq şəkilçisi X ilə tələffüz olunur, bu da doğrudur. Samitlərdən yalnız birinin qarşılığı yoxdur, oturaqda R-in qarşılığı yoxdur, quraqlıqda R, L ikisinin qarşılığı yoxdur. Deməli, quraqlıq üçün aid deyil. Tərkibində dodaqlanmayan qalın qapalı sait var. Dodaqlanmayan saitləri yazırıq əvvəlcə. A, I, E, Ə, I. Qalın saitlər bunların içərisində A və I-dır, E, Ə, I incədir, onları çıxarırıq. Qapalı sait I-dır, A açıqdır. Deməli, qalın, qapalı, dodaqlanmayan saitim I-dır. Oturaqda I yoxdur, quraqlıqda olsa da bu ikisi üçün ortaq deyil. Yəni, doğru cavabımız olacaq 2-3, C variantı. İkinci sual. Mənim səhər oyananda quşların şən civiltisini eşitməkdən xoşum gəlir. Cümləsinin sintaktik təhlil sxemini müəyyən edin. Biz təhlil etməyə başlayarkən mütləq xəbərdən başlamalıyıq. Nə edir? Xoşum gəlir. Burada xoşu gəlmək frazeoloji birləşməsidir. Və mən onun tərkibinə baxıram ki, burada xoşum sözündəki mənsubiyyətdir. Yəni, mənim xoşum. Əgər bunun əvvəlində mənim sözü varsa, mənim sözünü xoşdan ayıra bilmərəm, parçalaya bilmərəm. Və cümlənin əvvəlinə baxıram ki, burada mənim sözü var. Yəni, mənim xoşum gəlir. Mənim ifadəsini xoşdan ayıra bilmirəm, xoşu da gəlməkdən ayıra bilmirəm. Mənim sözü cümlənin ən əvvəlində verildiyinə görə avtomatik olaraq bütün sözlər cümlənin tərkibində xəbər olacaq. Yəni, mənim xoşum gəlir. Məni xoşdan ayıra bilmirəm,
xoşu da gəlməkdən frazeoloji birləşməni parçalaya bilmirəm. Ona görə burada bütöv xəbər var. Cavab Y variantı. Üçüncü sual. Verilmiş cümlədə zərfin hansı məna növü işlənmişdir? Zərf, nitq hissəsindən söhbət gedir. Dərs başlayandan sonra xeyli şagird birlikdə sinifə daxil oldular. Xeyli şagird sinifə daxil oldu olmalıdır. Lar burada artıqdır. Daxil oldu kim? Şagird. Sinif isimdir. Birlikdə necə nə cür? Birlik, birlikdə. Bu tərzi hərəkət zərfidir. Xeyli şagird. Neçə şagird? Bu saydır. Sonra, başlayandan sonra bu qoşmadır. Baxın, dərs başlayandan sonra özü bütövlükdə nə zaman sualına cavab verir və zaman zərfliyi vəzifəsində işlənir. Amma bu zərflikdir. Nitq hissəsinə görə zərf deyil. Nitq hissəsini müəyyənləşdirmək üçün söz baxmalıyam. Sonra özündən əvvəl dandənə qoşulub başlayandan sonra olub qoşma. Başlayan feili sifətdir, dərs isimdir. Yəni isim, feili sifət qoşma ardıcılığı var burada. Nitq hissəsinə görə zərf yoxdur. Yəni bu cümlədə yeganə zərf birlikdədir. Və məsələn sinifə sözü də haraya sualına cavab verir. Sinifə daxil oldular haraya? Bu yer zərfliyidir, amma sinif isimdir. Nitq hissəsinə görə zərf deyil. Ona görə sinifi mən zərf götürə bilmərəm. Burada yalnız zərf birlikdədir. O da tərzi hərəkət zərfidir. Doğru cavabımız oldu Y variantı. Dördüncü sual. Hansı cümlədə sayın olub olmadığını əminliklə demək olmur? A bəndə deyir ki, 12-ci əsrdə bir çox şairlərimiz farsça yazırdılar. 12-ci sıra saydı. Yəni burada sayın olduğunu əminliklə deyə bilirəm. Digərləri getsə də ikinci şagird hələ də gözləyirdi. İkinci, bu da sıra saydı. Burada sayın olduğunu əminliklə deyə bilirəm. İlk görüşdə onun necə biri olduğunu anladılar. Bu cümlədə say işlənməyib. Sayın işlənmədiyini əminliklə deyə bilirəm. Azlıqda qalsaq da təslim olmaq fikrimiz yoxdur. Burada azlıq isimdir. Burada biz saydan danışa bilmərik. Say işlənməyib əminliklə deyə bilirəm. Onlarla məsələ müzakirə edilsə də nəticə olmadı. Baxın burada biz onlarla məsələnin sayını da deyə bilərik. Yəni nə qədər məsələ müzakirə olundu? Onlarla məsələ, say kimi. Bir də var deyirəm ki, onlar ilə məsələ müzakirə olunsa da, yəni kimləri ilə? O, onlar, la da burada ilə qoşmasıdır. Onlar ilə. Yəni burada həm qoşmalı əvəzli kimi düşünə bilərəm, həm də say kimi düşünə bilərəm. Yəni sayın olub olmadığını əminliklə deyə bilmirəm. Ona görə doğru cavab Y variantı olacaq. 5-ci sual. Hansı cümlələrdə mübtəda və xəbər arasında kəmiyyətə görə uzlaşma pozulsa da norma gözlənilib? Əs ey külək, yarımı mənə gətir. Əs ey külək, yarımı mənə gətir, sən gətir. Burada pozulma yoxdur. Yarpaqlar sanki rəqs edərkən yerə yaxınlaşır. Yaxınlaşır nə? Yarpaqlar. Burada yarpaqlar mübtəda olaraq cəmdədir, xəbər təkdədir. Baxın, mübtədanın cəmdə, xəbərin təkdə olma məqamı kəmiyyətə görə uzlaşmanı pozur. Amma normaya görə bu yanlışdırmı? Xeyr, yarpağın cəmdə, xəbərin təkdə olması tamamilə normaya müvafiqdir. Əgər yarpaqlar yaxınlaşırlar olsaydı, bu norma pozuntusu olardı. Biz dildə normanı qorumalıyıq, yarpaqlar yaxınlaşır olmalıdır. Deməli, bu tamamilə doğrudur. Kəmiyyət uzlaşması pozulub, amma əsas olaraq dilin norması gözlənilib. Qaranquşlar uçub gəlir uzaqdan. Qaranquşlar uçub gəlir. Baxın, uçub gəlir. Nə qaranquşlar? Qaranquşlar mübtədası cəmdədir. Uçub gəlir, xəbər təkdədir. Mübtədanın cəmdə xəbərin təkdə olma məqamı var. Yenə də burada kəmiyyətə görə uzlaşma pozulub. Digər bir qaydaya əsasən heyvanlarla bağlı, əgər heyvansa mübtəda və üçüncü şəxsin cəmindədirsə, xəbər təkdə ola bilər, cəmdə də ola bilər. Yəni bu dilin normasına görə doğrudur. Ona görə də burada xəbər təkdə, mübtəda cəmdə olduğuna görə kəmiyyətə görə uzlaşma pozulub, amma bu dilin normasına görə tamamilə doğrudur. Sıra-sıra, inci-inci nur damlalar. Burada heç cümlədə xəbər yoxdur. Ona görə 4-ü götürmək olmaz. Yaz yağışım, yağ həsrətimin üstünə. Yaz yağışım, yağ həsrətimin üstünə. Burada heç bir kəmiyyətə görə uzlaşma pozuntusu yoxdur. Doğru cavabımız oldu 2 və 3. Cavab D variantı olacaq.
Növbəti suala keçmədən öncə bir daha məlumat verim ki, bizim yeni onlayn qruplarımız dərslərə başlayıb. Dərslər həftənin 3 günüdür. Həftənin 2 və 5-ci günləri 18:30-da, hər həftənin 6-cı günü saat 12-də isə mətnlərin canlı yayımla izah olur. Həftənin bir gününü sırf olaraq mətnlərə ayırırıq. Bu arada əyani qrupumuz da var. İnşallah onun da həftənin 5-ci günü, yəni sabah başlayırıq. Bu da ayın 24-nə düşür. 24 aprel, yəni sabahki tarixdə əyani dərslərin də vaxtı həftənin 1 və 5-ci günləri səhər saat 11-dədir. İstəyənlər onun üçün də müraciət edə bilər. Əyani dərslərimizi Elmlər Akademiyası metrosunun çıxışında yerləşən yerimizdə dərsimizə keçirik. İstəyənlər müraciət edə bilər. 055 418 82 02 nömrəsindən yaza bilərsiniz. Davam eləyək 6-cı sualdan. Uyğunsuzluğu müəyyən edin. İsmi xəbərlidir. Mübtədası fe'li birləşmə ilə ifadə olunub. Ailəsi ilə tez-tez danışan bu uşaqdır. Kimdir? Uşaqdır. Kim? Ailəsi ilə tez-tez danışan. Mübtəda fe'li sifət tərkibidir. Yəni fe'li birləşmədir. İsmi xəbərlidir. A bəndə uyğun gəlir. Göydə qanad çalan qartal məğrur idi. Məğrur idi. Nə? Qartal. Burada mübtəda fe'li birləşmə ilə ifadə olunmuyub. Bu səhvdir. Amma xəbər ismi xəbərlidir. İkinci şərtə uyğun gəlmədi. Məktəb rəhbərliyi bu işdə çox məsuliyyətlidir. Məsuliyyətlidir kim? Məktəb rəhbərliyi. Mübtədası isim birləşmə ilə ifadə olunub. Fe'li birləşmə ilə ifadə olunub şərtinə yenə uyğun gəlmir. Xəbərdə ismi xəbərlidir. Burada da yanlışlıq var. Əzab çəkənlər həqiqətən səbirlidirlər. Səbirlidirlər kim? Əzab çəkənlər. Əzab çəkmək. Yəni burada da bir uyğunsuzluq var. Mənim qəlbimə yol tapan inadcıldır ki, mənim qəlbimə yol tapan. Burada da mübtəda qəlbinə yol tapan frazeoloji birləşmədir, uyğunsuzdur. Burada yəni əslində şərtdə uyğunluğu istəməlidir. Uyğunsuz şərti səhv edib. Doğru cavabımız burada olacaq elə A variantı. Davam eləyək 7-ci sualdan. Verilmiş variantların hansında fe'lin qrammatik məna növü digərlərindən fərqlidir? Nəzərləri parkdakı uzaq bir nöqtəyə dikildi. Nəzərlərin dikilməsi öz-özünə baş verir. Dikməkdən dikilmək. Bu qayıdış növüdür. Yazırıq qarşısında qayıdış. Yeni gələn oyunçu uzaqdan göründü. Uzaqdan görməkdən görünmək. Oyunçunun görünməsi öz-özünə baş verir. Kimsə tərəfindən görünmür. O görülməkdir. Kimsə tərəfindən. Amma görünmək öz-özünə baş verir. Bu da qayıdış növü feildir. Bir saat sonra göyün üzü tamamilə açıldı. Açmaqdan açılmaq. Göyün üzü öz-özünə açılır, göyün üzünü heç kim açmır. Bu da qayıdış növüdür. Hissənin sonuna yaxın idmançı son gücü ilə irəli atıldı. Atmaqdan atılmaq feili var burada. İdmançını kimsə atmır, idmançı özü atılır. Bu da qayıdış növ feildir. Bütün bu olanlar tarixin yaddaşında yazılmışdır. Yazmaqdan yazılmaqdır. Tarixin yaddaşında öz-özünə yazıla bilməz. Onu kimsə yazmalıdır. Bu məchul feildir. Deməli, doğru cavabımız oldu. Y variantı hamısı qayıdışdır. Y bəndi məchuldur. 8. Şəhanənin məşqçisi ona paralimpiya cüdosuna keçməyi təklif etdi cümləsində isimlər haqqında səhv fikir istəyir. Şəhanə 1, məşqçi 2, paralimpiya 3, cüdo 4. 4 dənə isim var burada. Adlı xallı isim quruluşca düzəltmədir. Məşqçisi, məşqçisi adlı xallı isimdir və düzəltmədir. Bu doğru fikirdir. Xüsusi isim yəlik halda işlənib, şəhanə xüsusi isimdir və yəlik haldadır. Doğrudur. Cümlədə isimlər ardıcıl olaraq yəlik, adlıq, yəlik, yönlük haldadır. Yəlik, adlıq, paralimpiyanın yəlik, cüdosuna yönlük tamamilə doğrudur. Bütün isimlər cəm şəkilçisi ilə işlənə bilər. Şəhanə, xüsusi ismi şəhanələr deyib cəmdə işlədə bilmərəm, elə bu səhvdir. İsimlərdən ikisi eyni şəxsiyyət mənsubiyyə şəkilçisini qəbul edib. Bəli, məşqçisi 3-cü şəxsin təkidir, cüdosu 3-cü şəxsin təkidir. Eyni şəxsin mənsubiyyətini qəbul edib. Bu doğru fikirdir. Səhvimiz oldu D variantında. Davam edirik 9-cu sualdan. Bu sözlər mənim qulağımda daha qüvvətlə yenidən səslənirdi. Cümlənin morfoloji təhlillə bağlı doğru fikirlər istəyir. Əvəzliyin iki növü iştirak edir. Bu sözlər mənim qulağımda daha qüvvətlə, bəli, bu işarə əvəzliyidir, mənim şəxs əvəzliyidir. Doğru fikirdir. Mənsubiyyə şəkilçili 2 söz var. Mənim qulağım 1. Elə burada bir dənədir. 2 dənə deyil, səhvdir. Köməkçisi nitq hissələrindən ədat və qoşma iştirak edir. Deməli, bu cümlədə daha ədatı var.
qüvvətlə bu zərfdir. Qoşma yoxdur, yanlışdır bu da. Feil keçmiş zamandadır, səslənir, indiki zamandadır, burada idi hissəci idi, indiki zamandadır, keçmiş zamanda deyil. Cümlədə iki zərf var. Deməli, qüvvətlə bu tərz hərəkət zərfidir. Bir də yenidən, nə zaman? Yenidən, bu da zərfdir. 2 dənə zərf var, doğrudur. Deməli, düzgün fikirlər oldu 1 və 5, B variantı. 10-cu və sonuncu suala baxırıq. Ağaclar calaqlanmışdı cümləsində düzəltmə söz haqqında hansı fikir yanlışdır? Düzəltmə söz burada calaqlanmışdı. Calamaqdan calaq, calaqlamaq, calaqlanmaqmış və d. Kökü feil olan feildən düzəlmiş feildir. Kökü calamaq feilidir və calaqlamaq feilindən düzəlmiş calaqlanmaq feilidir. Kökü də feildir, feildən düzəlmiş feildir, doğrudur. Kök 3 leksik, 2 qrammatik şəkilçidən ibarətdir, doğrudur. Tərkibində 2 variantlı, 2-4 variantlı şəkilçi işlənib. Deməli, calaqlamaq, lalə bu 2 variantlıdır. Calaqlanım, q şəkilçi aq, əkin qısaldılmış forması 2 variantlıdır. Mış 4 variantlıdır, d da 4 variantlıdır, doğru fikirdir. Başlanğıc forması ilə kökü eyni nitq hissəsidir. Başlanğıc forması calaqlanmaq feildir, kökü calamaq feildir, doğru fikirdir. Leksik şəkilçilərdən biri feilin qayıdış növünü yaradıb, calaqlanmaq kimsə tərəfindən olur. Bu, qayıdış yox, məchul növü yaradır. Ona görə yanlışdır, doğru cavabımız oldu Y variantı. Dəyərli izləyicilər, sonuncu sualın da izahını paylaşdıq. Siz də kanala abunə olaraq paylaşılan bu ödənişsiz videolardan davamlı olaraq faydalana bilərsiniz. Videoları bəyənin, paylaşa bilirsinizsə öz əhatənizdə, WhatsApp statusunda paylaşın ki, bütün müəllimlər faydalana bilsin. Sağ olun, növbəti izahlarda, növbəti videolarda görüşərik.